Herkese salam. Yeni bir vlogla karşınızdayım. Bu dəfə bina açılığa getmişdik. Çox maraqlı bir gün keçirdik. İstədim bu günümüzü sizinlə də bölüşüm. Uşaqlar üçün də maraqlı oldu. Elə biz böyüklər üçün də. Ne qəşəngdir. Burada da uşaqlar atlara yem verirlər. Çox sevinirdilər. Mən getməmişdən öncə maraqlanmışdım nə aparmaq olar ora. Kommentlərdə falan gördüm ki, yəni icazə var kök gətirməyə. Başqa atçılıqları bilmirəm, amma biz getdiyimiz bina atçılığı idi. Orada icazə verirdilər. Mən gedəndə hazırlıqlı getmişdim. Həm xoşlayıram hazırlıqlı olmağı. Əvvəlcədən öz planımı qururam deyə. Evdən gedəndə 2 kilo kök alıb aparmışdım marketdən ora. Oradan gələn olan insanlar da elə bilirdilər ki, mən orada yəni verirlər. Bina atçılığın yem yerindən götürmüşəm də kökləri. Dedim, yox, biz evdən gətirmişik kökləri. Amma istəyənlərə verirdim. Yəni çox adama payladıq. Onlar da atlara yemək verirdilər. Atlar çox gözəl idi. Yəni əslində mən elə də çox at sevən deyiləm, amma çox yaraşıqlı idilər. Maşallah olsun, balaca qızım yəni heç qorxmadan verirdi. Böyük qızım biraz qorxsa da, balaca qızım çox ürəklə, həm də görürsünüz Gəl onları da yedir. Fatma gəl. Mənə də verin. Əsəbləşir görsən. Gəl, deyir mənə də verin. Gəl, qorxma gəl. Buradan araba heç nə görünmür. Biz getdiyimiz gün həm də at yarışı var idi. Ona görə çox insan toplaşmışdı. Yəni maşınlarda çox idi insanlar. Yavaş ya birdən əlinizi. Mama bura tualetlərini. Bu da yoldaşımdır. At həvəskarlıdır, dəhşət. Bütün rayonlarda at sürüb, yəni. Bir bina atçılıq qalmışdı, orada da sürdü. Onun həvəsi, yəni uşaqlarıma da keçmişdi. Oğlum dedi ki, yox, mən minmək istəyirəm ata. Yəni onu da qeyd edeyim ki, yəni 5 yaşından böyük uşaqları ponilərə mindirmirdilər. Ponilər 5 manat idi. Amma böyük atlar 10 manat idi. 10 dəqiqəsi. Qorxma qızım, qorxma. Fatma. İki dənə elə bilsin. Ay ya. Cilvə. Fatma git otur orada, Papa indi gəlir. Ki mən aparam. Siz aparın. Ne kadar istiyor? Sen de böyüyəndə sürərsən. Tamam, tablo görürsün.